AFFA Region Liqasının bu mövsümki iştirakçılarından biri də işğaldan azad olunmuş rayonumuzu təmsil edən Murov Kəlbəcər idi. Komanda artıq bir ildən çoxdur fəaliyyət göstərir. Yeni yaradılmasına baxmayaraq komanda cari mövsüm qənaətbəxş çıxış edib və mərkəz zonası A qrupunu 3-cü tamamlayıb. Baş məşqçi Orxan Möhübbətli gələcək hədəflərindən bəhs edib. Hal-hazırda Əvəzkar Liqaya hazırlaşırıq. Region Liqasında ortalama çox yaxşı bir nəticə əldə elədik birinci ilə görə. 3-cü yerdə tamamladıq qrubu. Əslində daha da yaxşı ola bilərdi. Qəşəng oyunlar sərgilədik. Güclü komandalara qarşı çox güclü bir mübarizə apardıq. Ekstra olaraqdan demək istədiyim odur ki, yəni Kəlbəcər xalqı üçün futbol oynayırıq. Kəlbəcərlilər üçün futbolu inkişaf elətdirməyə çalışırıq. Çünki Kəlbəcər tarixində ilk futbol klubuyuq və daim qalmaq istəyirik bunun üçün də. Murov Kəlbəcərin təsisçisi İlqar Məmmədov klubun fəaliyyəti haqqında danışıb. Komandamız 2025-ci il aprel ayından rəsmi olaraq fəaliyyətə başlayıb. Komanda yarandığı ildəz elə AFFA Region Liqasında iştirak edirik. Məqsədimiz Azərbaycan futboluna müəyyən qədər heç olmasa 1% belə olsa dəstək olmaqdır. İstedadlı uşaqları tapıb üzə çıxartmaq. Qeyd edək ki, Murov Kəlbəcər 16 aprel tarixində start götürəcək, həvəskarlar arasında keçiriləcək turnirdə iştirak edəcək.